Kayıt eləyirəm arkadaşlar dersi YouTube'a yüklemek için. Aha, bir tane bu sualı keçdik. Şimdi burada A14 B5 deyirik. Tembellənin açıortayın özelliğine göre ne olur? A bölü 14 5 bölü B. Ondan sonra ne olacaktır? Körbucaqlı üstbucaqda yine A vurulsun hündürlüğü bölünsün 2'den A şıkkı olacaktır. Sonra uşaqlar birinci sayfada. Not alalım arkadaşlar. Birinci sayfada. Yoktu. Ümumiyyətlə test 1'də. Test 1'də. Lütfen soralım. Test 1'de ikinci 7. sayfada. Yetti. Aha. Güzel bir soru. Çok güzel bir sual. 2 altını görürsə, deməli 3'e vurublar. 3'e vuranda olacaq 9. Deməli BYD-nin sayəsi olacaq 15. Tamam mı? Median da olduğuna görə 15, 15 eləyəcək nə? 30, yəni 5. Tamam mı? Sonra neçə? Test 1'de yoktu. Şey Zeynep, Kamran. Başka. Hayır mı? Hayır. Aha. Keçdik test 2'ye. Test 2. Buyurunuz sorun. Burada bir iki tane 7. kritik suallar olmalıdır. Mən nədən adı neçə? 7. Hı. 7'ye gelmeden önce mən 1 ilə 4'ü izah eləmək istəyirəm. Doğrudur. Onun düstur ve kurallarını demiştim Fatimə Kamran. Ne diyordu inşallah biz? Eşit üçgen paralelli bu şekilde gidende S, 3S ne kadar varsa tek ədədlər olurdu. 7S dıngılı 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 bu şekilde gelir. Dolayısıyla S ile 3S olanda ADY 4 olduğuna göre 4 için bu da neydir? 12 eləyir. BC 7 de 12 olacaktır. Dördüncü soruda bəs necə olur? Dördüncü soruda da özümdən buraya eşit olaraq AA desəm arkadaşlar, düstur bundan ibarət idi. Buna aid iki tane dalbadal sual var. İkisini də izah eləyərəm. Deməli, belədir uşaqlar. Bizə deyir ki, DYF ortanın sahəsi 17'dir. 17'nin obşi sahəyə nisbəti 17'nin obşi sahəyə nisbəti 1 vur 2 vur A üstə gəl 3 vur 5 vur A formul beləydi. Hazır düsturdur. Aşağıda da 4 vur 7 vur 2A. 4 vur 7 vur 2A'ya. Tamam mı? Şimdi olacak ne? 17 bölü S beraberdir. Aşağıda 56A. Yukarıda da 2 ile 15'dir. 17A. Tamam mı? 17'ler gittiler. A'lar gittiler. S neye beraber oldu? 56'ya beraber oldu. Yani Y bende. Not alalım arkadaşlar. Not alalım arkadaşlar. Aha. Yazdınız mı? Zaten YouTube'da eləyəcəm, yerləşdirirəm. Bir tane daha aynı soruya ait soru çözümü etmek istiyorum. Aynı soru 5'te. Tamam mı? Yine FYD'nin sayısı 15'tir. Ortadakinin sayısı 15'tir. Arkadaşlar 15 bölü S obşi sayıdır. Tamam mı? Şimdi bize verilir. DS'ye bir tane A desək, BD olacaq 3A. YS'ye bir tane B desək, AY olacaq 2A. AF də FB'ye bərabər. Elə bilin ki, özümdən CC deyirəm. Tamam mı Kamran? Şimdi yine C vurulsun 3A vurulsun B. C vurulsun 3A vurulsun B. Üste gelinsin. C vurulsun A vurulsun 2A'ya. C vurulsun A vurulsun 2A'ya. Sanki elə bir atlaya vurur da uşaqlar. Aşağıda da tərəflərin nasıl? Yəni 2C vurulsun
3 üzr istəyirəm 2AB. Bir də mən burada yəqin ki səhv yazmışam. 3B olacaq yəqin ki. Burada buranı səhv dedim arkadaşlar. Bir saniyə. Buranı səhv dedim. Çünki bərabərlik nisbət elə düz ola bilməz. YS'ye B deyəndə AY 2B olur. Tamam mı? Hı -hı. Burada 2B olacaqdır. C vurulsun 3A vurulsun B, 3A vurulsun B'ye. C vurulsun A vurulsun 2B'ye. Bu da B hərfidir. Bir dənə hərfi səhv yazdım arkadaşlar hər iki yerdə. 2C vurulsun 4A vurulsun nəyə? 3B'ye. Hemen köməkləyin. 2, 4'ün 8 üçün 24A, B, C. Burada nedir? 3, 2, 6, A, B, C'ye. A, B, C'ler getdi. 24'ün 6 gedəndə 4 oldu. Tamam mı? S de neye beraberdir? S de beraberdir. Hardasa bir yerlerde səhvlik oldu. Hardasa bir yerlerde səhvlik oldu. Arkadaşlar o bir dənə hərfi səhv yazmaqda qeyd elədim herhalde. Harda səhv elədim? Ay Nigar. Bir daha sıfırdan yazayım arkadaşlar. Bir daha sıfırdan yazayım. DS bir dənə hərfi səhv yazmaq. DS'ye bir dənə A deyəndə BD oldu 3A. YS'ye B deyəndə AY oldu 2B. Bu arada CC diyelim. 15 ortadaki sahədir. F7. Zaten kuralı anladınız. 15 bölünsün S beraberdir. 15 bölü opşi S bizden opşi S istəyir. Bakalım şimdi. C vurulsun 3A vurulsun. Qoy şapkaları bu şekilde koyayım ki karıştırma olmasın. C vurulsun 3A vurulsun B'ye. Üste gelinsin. İndi aşağıdan şeylerim. C vurulsun A vurulsun 2B'ye. C vurulsun A vurulsun 2B'ye. Şimdi səhv olmayacaq. İndi aşağıda da tərəflər. Yəni tərəflər nədir? 2C vurulsun. Burada nədir aşağıda? 4A vurulsun 3B'ye. Tamam mı? İndi bir dənə baxın görün nə oldu? 2 4'üm 8, 8 3'üm 24 A, B, C. 3 üstə gəlinsin 2. Elədi neçə uşaqlar? Ben burada bir şey elədim. Vurdum belə. 3, 2, 5 A, B, C. Tamam mı? A, B, C'ler getdilər. 5 ilə də 15 gedəndə 3 qalır. S də bərabərdir 3 çarpı 24'a. O da nə elədi? 72. Orada bir dənə vurmada səhv eləmişdim. A bəndə. Cavab nə idi Nigar orada? A'ydı. Allah Allah. Kim yoktur? Kızlardan biri yoktur sanki öyle. Ha, Zərfə buradadır ki. Deyəcəydim Zərfə yoktur. Ha. Arkadaşlar not alalım bunu. Not alalım bunu arkadaşlar. Hı hı. Not aldık mı arkadaşlar? Hı hı. Sonra bak altıncısı aynısıdır. Taş eyləmirəm. Bu önemli bir sual olduğu için. Üçüncünü eləməyən varmı şeydi? Kamran, Zərifə, Nigar, ondan sonra Kamil nasılsın? Zeynep bilen sen Ben misin? elememişim. Aha. Şimdi biraz önce o kural dedik. O kural Türkler çok istifadə edirlər sahələrdə. Sahələrdə çox istifadə edirlər. Şimdi biz biraz önce ne dedik? Eğer eyni parçalar varsa sahələr belə olur. 1S, 3S, 5S varsa 7S dıngılı dıngılı dıngılı. İndi uşaqlar buradan biz nəyi görürük? S minus 3, S plus 5 neye beraberdir? 3 bölünsün 5'e. Tamam hocam. Çarpaz vuranda 5x minus 15 beraberdir 3s üste gelmesin 15. 2s beraberdir 30. S beraber neçəyə? 15'e. S beraberdir 15. Bizden ne istiyor? ABC'nin aha option. Ha bu buranı istiyor da S beraberdir 15'e.
Onda 15 olanda 15'ten 3'ü çıxanda buranın sayısı oldu 12. 15'in ise 5 gələndə elədi burada 20 oldu. Neyse. Bura önemli değil. O zaman 12 3'ü görürsə bir de neyi görecek uşaqlar? 4'ü görecek. Yani nisbətdə proporsiya yani 5 olacak. Zərfə barışdınız mı? Kamran barışdınız mı? Bəli, müəllim. Davam edək. Sonra hansı? Bu səviyyədə məncə yoxdur. Çünki o kritik olan sualların çoxunu izah elədiyim mənim balalarım. Aha. Test 2-də ikinci səhifə uşaqlar. Sualımız qalmasın çox xahiş edirəm. Ki şey yapalım. Test 2'de ikinci sayfa. Buyurunuz. 7. Hı hı. Buna keçən dəfə Puzzada konu anlatım eləyəndə biz demişdik, necə idi? Əgər biz buradan buranı çəksək, olacaq nə? Buranın sahəsi. 5 vurulsun 6 bölünsün 2'ye. O da necə eləyəcək? 15 eləyəcək. Yəni elə burası 15 olduğuna görə elə burası da 15 olacaq. Yəni A bəndi olacaqdır. Anlaşıldı mı balalar? Bəli. Hı hı. Devam edirik. Devam edirik. Bu 8. səhifədə sonra sualımız qalmasın uşaqlar. Vaxtımız polunu var. 8. 8. Aha. Çok güzel bir soruyla karşı karşıyayız. Kesin ama bu çorbucaklılar meselesini izah eləyəndə zaten demiştim. Ki bu çorbucaklı üçbucakların sahələri məsələsi anormal derecede çaşdırıcı kimi şeyler olur. Gelin şöyle bir şey yapalım arkadaşlar. Bize ne diyor? AC ile DY birbirine paraleldir. Tamam mı? Bakın AC ile DY birbirine zaten verilip AB 8 6. Şimdi arkadaşlar bakın buradan bir tane mən çubuqla D'den birleştiririm A'nı. Ve biz kesin tabii ki oradaki kuralda ne demiştik? Demiştik ki belə deyim də ACY ile arkadaşlar ACD'nin sayısı eşit olacak. Bakın. Bak gördünüz mü? Niye? O yamuk dim meselesi demiştik. Trapeziya meselesi. Onun da sayısı ne olacaktır uşaqlar? 6 vurulsun 8 bölünsün 2. O da ne eləyəcək? 24 eləyəcək. Yani A bəndi. Sorun balalar, sorun yazdınız da yəqin ki. Sonra ne sualınız varsa uşaqlar sürətli bir şekilde eləyək. 12. 12. Hı hı. 12'ni çok təəssüf olsun ki, dünən yaxşı qrupların birində də eləməmişdilər. Amma bu sual zərf eləmirsən bu sualı? Bəli, eləmişəm. Yani bu sual o kadar basit sorudur ki, şekil, renk insanı çaştırır da. Bakın, gelin ABS'nin sayısına bakalım. ABS'nin sayısı nedir? 9 vurulsun 12 bölünsün 2'ye. 12 ile 2 gitti, 6 kaldı. 9 6 ne elədi? 54 elədi. İndi gəlin DBH-ın bakalım. 7 vurulsun 4 bölünsün 2. Bu da 14 elədi. Всё. 54'ten de 14'ü çıxanda ne eləyəcək? 40 eləyəcək. Yani burası. Yani 5. Ben burada TA'nın ne olduğunu başa düşmedim. Ona Paralı göre. olan. Shaded area. Ha, ona göre tapa bilmemişim yani.
Sorum arkadaşlar, vaktimiz boya var. Çeşitli nöbeti. Zeynep, var mı sualın? Bu sayfada Üçte var yoktu. yəqin ki. Tamam. Üçte. Buyurunuz çocuklar. Buyurun balalar. Test üçte. Buyurunuz, suallarımızı verelim. Ay Süleyman, Kamran. Verelim suallarımızı. 4. Dördü Dörtten sonra vereceğiz. 5 Aha, diyelim. dört. Tamam. Güzel bir soru. Bizim müfredatlarda çox belə soru tipləri olmur. Sahələrlə əlaqəli. Şimdi değerli kardeşlerim, bize ne deyir? AH çıxılsın D'yi 3'tür. Tamam. Gelin buraya bir dənə H1 diyelim. Buraya bir dənə H2 diyelim. Yani bizden H1 çıxılsın H2'nin 3 olduğu verilmiştir. BS'de 10'dur. Tamam. Bizden istəyir ADS'nin sayesini. Ne tər məsləhətdir? ADS'nin sayısı. Şimdi arkadaşlar gelin ADS'nin sayısını tapabilmek için bakın neyi yaram? ABS'nin sayısından BDS'nin sayısını çıkmış olalım. ABS'nin sayısı nedir? Bura 10 verilib də. Görürsünüz də. BS 10 verilib. Tamam mı? İndi burada yazmışam değil mi? Ben ikinci dəfə niyə yazıram ki? Bir 10 verilir. İndi bərabərdir. 10 vurulsun ABS'nin sayısı H1 bölünsün 2 çıxılsın 10 vurulsun H2 bölünsün 2. Yəni elə bilin ki A vurulsun H plus 2 dənə üçgən var da. Çıxılsın A vurulsun H bərabərdir. Bərabərdir. 2-də onu çölə çıxardanda H1 çıxılsın H2 olur. H1 çıx H2-də uşaqlar 3 olduğu verildiyinə görə 10-dan 2 çıxanda 10-dan 2 bölündə 5 eləyir. 5 ilə 3 vuranda nə eləyir? 15 eləyir. Yəni C bəndə olmuş oldu. Başa düşdünüz mü balalar? Bəli, başa düşdüm. Sorum test 3'te. Sorum Zərifə, ümumiyyətlə sualın var, ay Zərifə sənin? Hayır ben. Beşinci soru Yoxdur. benden. Hocam 5 var. Aha 5. Tamam, tamam, tamam. 5. A, bir D'ye paraleldir. Yəqin bu da çoxbucaqlı məsələsi olacaq. Bir dənə baxalım. 9 var. Aha. Şimdi arkadaşlar hündürlük məsələsi var. Yəni heç bir şey olmasa belə dikkat etmədən cavab 18'dir mi Fatimə? Mesela attım da. Bak Fatıma, cevap nedir? Bilmiyorum hocam bakmamışam ki ama səhv 18, yedim İndi ben bak de. da. Necə? 18'di cevap. Ben onları Cevap, screen eləmişəm kitabdan. Cavablar düşməyib. Oradan hə, başa baxırdım düşdüm, başa neticə. düşdüm. Hə, cavab 18'dir. Əslində espri nəyi anlatmağa çalışdım, değerli kardeşlerim? Misalda 9 var, 4 var. Çorbucalı olduğuna göre 9 vurulsun, 4 bölünsün 2. Tamam mı? Yani ki YÖS'te bazen böyle mantiki yanlışmalar olur. Tamam mı? Arkadaşlar çorbucalı üstbucağı hündürlüğü, bak bu çorbucalı üstbucağı hündürlüğü aslında dışarıya düşmüş olup da başlıyorsunuz mu? Yani hardan baksan bu özellikle sinuslarla orta mektepte ispatında neye gösterir resimde uşaqlar? A vurulsun H, yani A vurulsun B de yazılır. Sinus alfa bölünsün 2 olur. Bazen A'nın H'ın arasındaki bucaq arkadaşlar 90 olanda sinüs 90 olur. Orta mektepten de bilirsiniz ki sinüs 91'e gittiğine göre AH bölünsün 2 olur. Yəqin ki espriyi anlatabildim değil mi ne demek istediğimi? 9 vurulsun 4 yani hündürlüğü vurulsun oturacaq bölünsün 2 olduğuna göre. Hatta buna ait şeyde de mail silindirlerde, mail şeylerde ne diyecektim feza figürlerinde de şeyliği var. Yani diyor ki arkadaşlar o çatım misalları izah edəndə diyor ki arkadaşlar ne yapınız? Belə deyim də lütfen yani dikkatli olarak lütfen dikkatli olarak hökman ve hökman A vurulsun H bölünsün 2'ye
Dikkat ediniz. Sonra neçə var uşaqlar? Şeyləyelim, təzə dərsə keçelim. Altı. Sonra neçə? 6. Kim idi soruşan? Nigar. Nigar, bu solda asatdı ki, eşkənara yəqin diqqət etməmişsiniz, değil mi? 60, 60, 60'ı yazdınız mənim balalarım. İndi burada oldu ne? 30. Eğer 90'ın qabağındakı 8-dirsə, 30'un qabağındakı 4 olacaq. Burada ne olacaq? 4 kök altı 3 olacaq. Tamam. İndi opşi tərəf 10 değil mi? Eşkənar üçgenin sayısı nə idi? S bərabərdir. A kvadrat kök 3 bölünsün 4'e. A dənədə 10 olduğuna görə onun kvadratı kök 3 bölünsün 4'e bərabərdir. Nə edir? 25 kök 6 3'e. Tamam, sen burada beklə. Şimdi mən DYS'nin sayısını tapmam lazım. Tamam, tapalım. DYS'nin sayısı nedir? 4 kök 3 vurulsun 4 bölünsün 2'ye. O da ne edir? 8 kök 3 eləyir. Şimdi opşidən aşağını çıxanda ne olacaq? 17 kök altında 3 eləyəcək. Yəni C bölünür. Bu var, yani çok çetin olmaması gerekiyordu ama devam edirəm icazənizlə. Devam edirəm icazənizlə. Süleyman, sənin harada sualın var ümumiyyətlə? Test 4'te. Hı -hı. Mehrab yoxdur. Mehrab birinci statusa məktəbdən şəkil qoymuşdu. Test 3'ün ikinci sayfasında arkadaşlar, buyurunuz. 7. 7. Çok güzel bir sual. Bunun da ispatından gelir. Şimdi bir saniye. Zərifə, necə eləmisən bunu? Nigar, necə eləmisiniz 7'ni? Ben burada üç bucakları ayırmışam desem. Da iki tane Bəli, qarar bəli, bəli. beraberdi. Ona göre de yani A, C vur DC bölü Bir-birinə eşitdir zaten. beraberdir. Ha. Bəli, bəli, bəli. Bəli, bəli. Mən bir dənə, çünki qaranlıq yoldan getməyim. Əslində şöyle bir şey yapayım. Hocam demeyeyim ki burada AFY ile BDF birbirine beraberdir. Bəli, SS yazdım buraya. Burada bir tane A yazırım. Şimdi arkadaşlar bakın, BCY'nin sayısı ne olacak? BCY'nin sayısı A plus S. Tamam. A plus S zaten ADS'nin sayısı da olacak. Deməli, bunların sayısı birbirine eşittir. Tamam. BCY'nin sayısı nedir? X üstə gəl 9 vurulsun 6 bölünsün 2 beraberdir. O birinin sayısı nedir? 9 vurulsun 10, burası 10 ya. Bölünsün 2'ye. 2 ile 2 getdi. 6 ile 9 3'e gedəndə bura qalır 2, 3'e gedəndə qalır 3, 10 ile da 2 gedir, bura qalır 5. X plus 9 bərabərdir 15'e. X da nəyə bərabərdir? 6'ya. Yəni, hocam, elə mən dirək belə deyim də, elə sahələri eşitləyib, Zərifə Nigar arasında bunları dedilər. Elə de, A vur B bölünsün 2'dən dirək polunu tapa bilərdim. Arkadaşlar, basit belə olsa sorunuz qalmasın lütfən. Çox xahiş edirəm. Soram neçə bu səfədə? Yəqin not aldınız Zeynəb. Soram neçə uşaqlar? Test 3'te var mı başka? Hansı var Zeynep? Fatime, ondan sonra ne bileyim işte Süleyman, Nicar, Yoktu Kamil, bende. hansı var deyin gerek. Hı hı. Onun hansını eləməm sən ay Zeynep? Benim 11 bir de varıydı. Soruşalım da, ben demeden soruşalım ki arkadaşlar. Çünkü güzel sorular var həqiqətən də. Çok güzel sorular var. Hem de onları izah eləmək, təkrar eləmək baxmıyor. AD beraberdir AC'ye. İkizkenar verilir. Tamam. BD 6, 4. Çok güzel. Ben burada sırası ne inəyərəm? Kamran. Buradan bir tane hündürlük çəkərəm. Buradan bir tane hündürlük çəkəndə
Beraber yanlı üç bucaqda bölən kimi 2 2 oldu. Tamam mı? İndi bura özümdən bir dənə h deyirəm. İndi burada h deyəndə Evklid teoreminə görə h-ın kvadratı nəyə bərabərdir? 2 vurulsun nəyə? 8-ə. Yəni 16. Buradan da h bərabər nəyə? 4-ə. Bərabər 4-ə. Biz də bu körbucaqlı üçbucaqlının sahəsi, yəni ADB-nin sahəsi nə görürük? Bərabərdir. 4 vurulsun 6 bölünsün 2. O da nə elədi? 12 elədi. Yəni 5 şıqqı. Yazdınız mı? Ay şey. Bəli, yazdım. Hı hı. Hı hı. Sonra bu test necədir bu? 3'tü bu deyəsən ha? Hı hı. Tamam, keçelim. Test 4'te. Buyurunuz Ali Zeynep soruşun. 8 hocam. Neçə? 8. Birinci sayfada var mı? Sıra sıra gidelim ki əsəbləşdirmeyelim şeyi. Kamil'i. Birinci sayfada var mı arkadaşlar? 4. Hı hı. AB AS'ye beraberdir. BDF'nin sahəsi, yəni bu yazım. BDF'nin sahəsi hanı 20'dir. Tamam. Beraber yanlılık var. Aha. Onda bura bir tane özümden A alfa desem. Burada alfa desem. Tamam mı? Beraber yanlı içbuzaq olduğu için benim balam. Yəqin bizden DSY-nin sayesini istəyəcək. Bəli. Bu getdi uşaqlar trigonometrik kurala. Yəqin ki bu sual tipindən gəlməyəcək, amma biz izah eləyərim. BDY-nin sahəsi nədir? Normalda BDY-nin sahəsi 10 vurulsun 6 vurulsun sinüs alfa bölünsün 2'dir. O da neye beraberdir? Bize verildi bakın 20. Tamam. 20 ile 10 gitti. 2 kaldı. Tamam mı? 6 ile da 2 gitti. 3 kaldı. Sinüs alfa neye beraber oldu buradan? 2 bölünsün 3'e. Bizden de buranı istediğine göre, yani DYS'nin sayısını istediğine göre 8 olsun 15 olsun sinüs alfa da 2 bölü 3 olduğuna göre bölünsün 2'ye. 15 ile 3 gitti. 5 kaldı. 2'ler de gittiler. 8 5'in oldu 40 oldu. Yani Y bəd. Başında Süleyman yəqin ki. Bəli. Trigonometriye gelen olduğu için ona göre çok şey olmadı. Hı. Sorun sual. Zeynep, Süleyman soruşalım. Nigar. Zarife, Nigar var mı? Kamil. Zeynep, Kamil, Nigar, Süleyman, Mehrap, 6, 2, Fatime. Neçə? 2. Neçə? 2. 12 vur 8 bölünsün 2. O kör bucaqlardakı kimi Nigar'cığım. Başlayayım mı benim balam? Bu bir yaxşı sual ilə deyir bir neçə dənə. Buradan birləşdiririk. Tamam mı? 12 vurulsun 8 A vur H bölünsün 2'ye. 6 8'in ne eləyir? 48 eləyir. Yəni C bəndi. Beşini necə eləmişsiniz ay Nigar? 5 də yazmamışam. Hı hı. Sinüs Ben var. çünkü da hiss eləyirəm ki, o bəzi sual tipləri var, trigonometriyaya gələn, BD-nin DC-yə nisbəti nədir? 3'ün 2'yedir. Yəni elə bilin ki 3K 2K'dır, tamam mı? Burada elə bilin ki ortaqdır. AC-ni istəyəcək bizdən. Elə bilin ki uşaqlar, bunun sahəsinə elə bil ki 3S 2S'dir də mənim balalarım. Elə bil ki 3S'in 2S-ə nisbəti, S-lər girəcəklər. Bərabərdir. 3S tərəfinin sahəsi nədir uşaqlar? 12 vurulsun, A vurulsun, B vurulsun, sinüs alfada. Sinüs 60. Aşağıda bunun sahəsi nədir? Bizdən AC-ni istəyəcək, yəni X istəyəcək.
A vurulsun, X vurulsun, sinus 45'e. Tutunuz da necə növbəti? A'lar getdilər. 3 bölünsün 2. Gəl başladınız mı yoxsa yox? 12 vurulsun. Sinus Anladım. 60 kök 3 bölünsün 2'dir. Bu da X vurulsun kök 2 bölünsün 2'dir. 2'ler getdilər. Ondan sonra burada başqa nə gedəcək? 12 ilə 3 getdi, 4 aldı. Buradan qoy yenidən yazın. 1 bölü 2 bərabərdir. 4 kök 3 vurulsun X kök 2'ye. Tamam mı? Все. Çarpaz vuranda X kök 2 bərabərdir 4. Üzr istəyirəm. 8 kök 3'e. X da nəyə bərabərdir? 8 kök 3 bölünsün kök 2'ye. Bunun da yuxarısını da aşağısını da kök 2'ye vuranda, tamam mı? 8'i də 2'ye böləndə elədi 4. Yəni 4 kök 6, yəni C şıkkı.